ürək və beyin damarlarına qədər dəyişir. Bu yelpazədə dəyişir. Və damarlar bir-birilə əlaqəlidir. Bir damarın funksiyasının pozulması get-gedə başqa damarların da prosesə cəlb olmasına səbəb olur. Amma bu durumda, yəni şəkər xəstələrində qanda qlükozanın səviyyəsi yüksək olduğu üçün bu bütün damarlarda, yəni eyni qan axdığına görə hər damara təsir edə bilər. Bu isə yenə də damar zədələnməsi, ox işarəsi, beyin strukturunun, beyin toxumasının pozulması, yəni əvvəlcə qanlanmasının pozulması, sonra isə toxumanın özünün strukturunun pozulması və nəhayətində Alzheimer xəstəliyinə yaranan fon, yəni zəmin. Və üçüncüsünü danışıram. Əvvəldə üçə keçməmişdən öncə burada da diqqət etməliyik ki, qan şəkərimizi normal səviyyələrdə saxlayaq. Yenə də maksimal normal səviyyə 120 mg desilitr tövsiyə olunur. Ümumi dünya qəbul olunan vahiddir, miqdardır.